O, həyatının ən gözəl günlərini yaşayırdı. Səhnəyə çıxanda alqış səsləri səngimirdi. İnsanlar onun səsini, ifasını həmişə sevgi ilə dinləyirdi. Bir avtomobil qəzasından sonra hər şey yarıda dayandı. Mən Emin Cəbrayılovun anası Lətfədən. Emin Cəbrayılovun həyat yoldaşı. Emin haqqında çox danışa bilərəm. Çox, Emin çoxdur. Nazar olaraq. Emin haqqında əvvəl danışanda çox pis olmam. Özümə gücüm çatmır. Eminin dərdinə həqiqətən gücüm çatmır. Çox ağırdır Eminin dərdi mənim üçün. Qaranlıq dünyadayım mən. İşıqlı dünyada deyim. Emin körpüydü, böyük idi. 13 yaşını çatanda atası rəhmətə getdi. O düzü mən atamın sənəsini davam edətdirəcəm. Elə oldu 7-17 yapardım. 7-17'den sonra Ümit 95'e gitti. Sonra geldi oturdu, kurdu Toğan'a, toylara gitti. Böyle popülerleşti gördüm Emin güzel okuyandı. Bir ana bətnində gəldik dünyaya, sənin qollarının qüvvəti qardaş, sənin qollarının qüvvəti qardaş. Həmişə can deyib can eşidək biz, kimsəsiz qalaram, inan ki sənsiz qalaram. Eminin dərdi çox ağırdı mənim. Gücüm çatmır Eminin dərdinə. Elə deyirəm qəbrin üstünə gedən deyirəm ay. Dağlar dağımdı mənim ay Emin, qəm oylağımdı mənim. Dindirməyim qanaqlaram, yaman çağımdı mənim. Emin mən meydanda tək qoyub gedim. Emin mənim daimiydi, Allah rəhmət eləsin. Böyük sənətkar olub. Mən o rəhmətə gedəndə, necə deyim sizə, uşaq idim. Onun siması mənə alatoranlıq gəlir. Daha bir sənətkar idi, həqiqətən. Mən də sənə sayə gəlim, getmə tərs saya balası. Qiyamətdə görüşəcəm. Bəlkə qiyamətdə Eminlə görüşəm, işıqlı dünyam onda olar. İndi qaranlıq dünyadır. Emin bir ara, yəni tez bir zamanda popülerlik kazandı. Bütün Azərbaycanda onu tanıyırdılar. Yəni korefe sənətkarlardan belə onu tanıyırdılar. 2000-ci illərdə Emini Moskvaya dəvət etdilər. Yəni el şənliklərini aparmaq üçün və orada restoran var idi. Orada yəni iştirak etmək üçün. Eminlə bir yerdə, yəni Rəqsana xanım Moskvada fəaliyyət göstəriblər. Leyla Rəhimova. Yəni bunlar bir yerdə olublar. Ən əvvəlsə Emin yəni 7-17 müsabaqəsində iştirak edib. Sonra Ümit 95 tele müsabiqə. Yəni bunların da onlarla bir yerdə iştirak ediblər. İzzət Bağırov, Lala Məmmədova. Yəni sonra 98-ci, 99-cu illərdə mərhum İslam Mirzəyevin ansamblı ilə 2 mahnı çəkiliş edildi. Yəni Bakı haqqında Aşıq Şakirin, mərhum Aşıq Şakirin Bakı haqqında mahnısı və Bala Nəqiz mahnısı.
Sonra isə Emin ilk dəfə olaraq Emin el şənliyində, yəni qismət olub ki, Vəli Qədimov kimi sənətkar müşahidə edib ilk dəfə. Pul kazanır, para kazanır. Başladım evlendirmeye. Nişanladım. İl yarım nişanlı kaldı. Böyle danıştık, toyun eləyirik. Daha kısmet olmadı. Kısmet olmadı. Kızla bir 5 yıl oturdu Eminin yolun gözledi. Sağ olsun. Sonra dedim "Ay kızım ne gözləyirsən? Emin hayatta yoktu. Gözləməyin mənası yoktu. Git özü aile kur. Uşaq sahibi ol. Emin yoktu da. Onu da belə rəyətdə evinə toy eləyə bilmədik. Emin hamıya toy elədi. Bütün cavanlara. Özünü eləyə bilmədi. Qismət olmadı. Yani Emin el oğlu idi ki, Emin'den yoktu. Emin bir kızıl tağ idi, düşmüştü. Her cəhətlə ana istəyən, ondan qohum əqrəbə istəyən, düşmənlə barışdıran bir oğlan idi. Hem güzel oğlan idi, hem ağıllı oğlan idi, hem güzel sənətkar idi Emin. Hayf, Emin nəzərə gəldi. Emini bəd nəzər öldürdü. Bu açıq aşkar. Emin həddindən artıq hem güzel oğlan idi, hem ürəyi təmiz. Yazığı gələn idi, fağrı rəhm eləyən idi. Allah aldı da Emin əlimdən. Yenə şükür Allah'a ki, Eminə bütün məxluq rəhmət yazır. Emin çox gözəl dost, qardaş, çox gözəl sənətkar idi. Allah Teala bütün gözəl xüsusiyyətləri onda buna vermişdi demək olar. Yəni ki, səhnə mədəniyyəti, müğənniliyi, yoldaşçılığı, yəni hər tərəfli bir insan idi. Çox heyif ki, aramızdan tez getdi. Emin daim bizim qəlbimizdə yaşayacaq. Eminlə çox gözəl xatirələrimiz var. Yəni demək olar ki, hər gün bir yerdə idik. Emin rəhmətə gedən gündən bu günəcən bizim ansambl, başda Zahir Qəniyev olmaqla bizim qrup Eminin adını daşıyır. Emin Cəbrayılov adından instrumental ansambl. Emin daim bizim qəlbimizdə yaşayacaq. Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun. Emin mənə zəng vurdu. Dedim Emin hardasan? Dedi gələm ama. Bir şey lazım deyir. Dedim yok heç nə lazım deyir. Evə gəl. Ondan da bir 10 dəqiqə qabaq məktəbdən müəllimlər mənə zəng vurdu ki, sən Allah Emin gəlsə, Emin evdəsə başına düşür. Hamı Emin'den danışır bu dəqiqə. Emin'in gözəl oxumağından, gözəlliyindən. Danışdım Emin'den, çıxdım qonşuya. Qonşuya çıxmışdım, bacım dalımca gəldi. Gəl uşaq avariya düşürdüm. Kim dedi onu? Dedi, hə qonşudur ki, Emin avariya düşüb. Tez otdum maşındım var, evim yıxıldı. Geldim gördüm ki, yatıb. Qıpqırmızı yanaqlar, yarı yaraşıl dedim ama bir söz desem eləyərsən, demə eləyərəm başa dönüm. Burasını uşağım baxdım, gördüm xırıldayır. Dedim ama sen Allah ağlama. Dedim ağlamayacağım. Gördüm yok, xeyir yoktu. Uşaq xırıldayır. Çıktım çölə özümdən asıl olmayaraq. Yaxam başımı cırdım. Orada gətirdilər evə. Uşaq ilə mən çıxan kimi canın tapşırıb. Geldim eve özümü boğdum. 2 dəfə bronxlarımda elə qalıb danışığımda bilinir. 2 dəfə özümü boğdum. Gücündən açdılar, ölmədim. Emini belə bir də gördüm ki, gətiriblər. Mən anlatdılar, Bakıya aparırıq, narahat olma. Amma mən çıxan kimi uşaq keçin. Oktyabrın 10-u Emin Bakıdan Şirvan şəhərinə qayıdarkən avtoqaza keçirmişdi. Yəni idarə etmə itirmişdi. Yəni bu günə kimi məlumdur nə məsələ olub. Yəni çox güman ki, telefonla yəni zəng gəlib həmin vaxt sürətdə olub. Ya Emini o Şirvandakı taksi sürücülərindən biri kömək etmişdi, gətirmişdi Şirvan Mərkəzi Xəstəxanasına. Gətirmişdi Şirvan Mərkəzi Xəstəxanasına. Emin də xalası oğluna zəng eləmişdi. Mirzə müəllimə. Xalası oğlu gəlmişdi xəstəxanaya və həkimlər demişdi ki, mümkün deyil, ağciyəri zədə alıb, yəni qanaxma var. Bir müddətdən sonra yəni dünyasını dəyişmişdi. Belə biz də hamımız
kədərli, o günlər nə bilim belə yadımızda qara günlər kimi qalıb. Bir oldu getdi BMW aldı. Aldı gətirdi 2 ay heç sürmədi yazsın. Uşağı BMW-də, həqiqətən də uşağa BMW-də hamının gözü qaldı onda. Emin necə gözəl görünür, Emin belə gözəldir, Emin elədir. Uşağı bədnəzərə, 26 yaşı var idi Eminin, yəni 70 yaşında kişinin onda hörməti var idi, əqidəsi var idi. Elə bildik gələcək Emin. Yəni gözləyirik Emini. Emini ötürü darıxmışıq. Və bütün dostlarımız, Elşad, Zao, Kamran, Sahil, bütün musiqiçilər hər gün oturanda yalnız ən çox vaxt ondan söhbət edilir. Yəni ancaq xoş xatirələrdə. Bu adamda mənfi bir heç nə yox idi. Ancaq xoş xatirələr. Bu aralar içimde bir yangın var. Hem yorgunum biraz. Yaraşıqlı bana, vay. Sabah olmaz günüm. Sen babamın kurban, ay Emin. Ölürüm ay Emin, ölürüm ay Emin. Ay Emin sensiz günler beni öldürür ay Emin, ay Emin, ay Emin, ay Emin, ay Emin. Babam sen kurban Emin'im hala hala, Emin'im hala hala. Güzel bana hala hala hala, Emin'im hala hala. Ay Emin sen aralarda gelip görürüm ay Emin, ay Emin. Öldürdün beni ay Emin. Ama dön desem, seviyorum seni gel desem. Seni Bu dünyadan vaxtsız keçənlər daha çox xatırlanır deyərlər. Emin Cəbrailovun adı yaddaşlarda, izi isə ürəklərdə həmişəlik qalacaq.